Obyektin texniki problemi olmayan elektrik sayğacının dəyişdirildiyi iddia edilir. Masallı rayonunun Musaküçə kənd sakini Rəsul Mirzəyev onlara məxsus obyektin elektrik sayğacının dəyişdirilməsindən sonra yaranmış borcla bağlı narazılıq edir. Vətəndaşın sözlərinə görə atası Ələkbər Mirzəyevin adına qeydiyyatda olan və oğlu Rəsul Mirzəyev tərəfindən bərbərxana və oyun salonu kimi istifadə edilən obyektdə 2011-ci ildə Azərişıq tərəfindən quraşdırılmış elektrik sayğacı cari ilin mart ayının 12-sində qurum əməkdaşları tərəfindən yenisi ilə əvəz olunub. Dediyinə görə sayğac dəyişdirilərkən abonent qurumun əməkdaşlarından hər hansı borcun və ya qanunsuz müdaxilənin olub-olmadığını soruşub. Dedim bununla bağlı hansısa nəyəsə müqaviləyə qol çəkilməlidir, sonra nəyəsə pul ödənilməlidir. Dedik, xeyr, heç bir şey ödəniş olunmayacaq. Dedim, laf yaxşı. Lakin Rəsul Mirzəyev iddia edir ki, bir neçə gün sonra yeni sayğac üzrə ödəniş etmək istəyərkən hesabında 271 manat 28 qəpik məbləğində borcun olduğunu görüb. Abonentin 271 manat 28 qəpik borcunun yaranma səbəbini öyrənmək üçün aidiyyatı qurumla əlaqə saxladıq. Azərişıq Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, həmin abonentin obyektin sayğacı dəyişdirildikdən sonra borc kimi görünən vəsait sayğac quraşdırmaya görə ödənilməli olan məbləğdir. Qurumdan o da qeyd edilib ki, sayğacın dəyişdirilməsi əhali abonentlər üçün tam pulsuzdur. Qeyri-əhali abonentlərdə isə ödənişlidir.